Həkimlər dedilər, mütləq şəkildə dalağım çıxmalıdır. Əməliyyat zamanı gözlənilməz bir hal baş verdi. Dalaq xəstəliyindən əziyyət çəkirdim. Bir neçə xəstəxanalara getdim, biraz araşdırdım. Bir neçə həkimə müraciət elədim və həkimlər dedilər, mütləq şəkildə dalağım çıxmalıdır. Başqa klinikada xəstəyə dalağın tam yutulması təklif olunmuşdu. Xəstə buna görə də mənfi emosiyalar keçirirdi, psixoloji gərginlik keçirirdi və bu məqsədlə dalağının qorunmasını istəyirdi. Bu məqsədlə xəstəni tam müayinə etdik, bir konsilium etdik və konsiliumsa qərara gəldi ki, xəstənin dalağını saxlama şansımız 90-95%-dir. Çünki kista dalağın böyük nahiyəsini əhatə edirdi, ölçüsü böyük idi. Əməliyyat zamanı gözlənilməz bir hal baş verdi. Yəni nə haldır bu? Biz dalağın bəsit kistası diaqnozu ilə əməliyyata girmişdik, lakin əməliyyat zamanı tam başqa bir şəkil ortaya çıxdı. Yəni kistanı yardıqdan sonra bəlli oldu ki, bu sadə, yəni bəsit kist deyil, bu parazit kistdir, yəni qurd xəstəliyidir, echinokok kistasıdır. Əməliyyat bitəndən də sonra yaxınlaşdı, dedi, bütün kistanı təmizlədik, qurutduq, içində heç bir sənə narahat eləyəcək bir şey qalmadı, dalağın da olduğu kimi yerində və istədiyim nəticəni Elçin doktordan aldım, çox sağ ol, minnətdarlığımı bildirəm İstanbul Enes klinikasına və Elçin Ramazanova. Bir sözlə İstanbul Enes məni böyük əzabdan qurtardı.